yaxud da ki, nədir səbəb? Bu dezinformasiyaları qəbul etdikdən sonra onları hansı təhlükələr gözləyir? Bu barədə məlumat versəz, yaxşı olar düşünürəm ki. İnsanlar həmişə informasiyaya bir aclıq hissi duyurlar. Çünki istəyirlər yeni informasiya əldə eləsinlər. Hər gün bir yeni informasiya ilə tanış olsunlar. Bunun üçün ən yaxşı vasitə, mənbə internet saytlarıdır. Və insanlarda münaqişə yaratmağa, onları negativ yönümlü düşündürməyə negativ yönümlü düşüncələrə qapılmağa daha meyillidirlər. Yəni, pozitiv düşüncələrdən çox negativ düşüncəli xəbərlər axtarırlar. Buna görə də dezinformasiyalı olan xəbər portalları gənclərin daha çox diqqətini çəkir. Yəni, diqqətini çəkə bildiyi üçün də özünü o qədər kütlə toplaya bilibdir bu günə qədər. Bu da nəyə əsaslanır? Hər kəs istəyir ki, elə bir xəbər desin ki, insanlar arasında bütün kütləni özünə cəlb eləyə bilsin və yaxud da ən yeni xəbər onlaymış formasını yarada bilsin. Təbii ki, bu 1-2 saatlıq olacaqdır belə xəbərlər. Yəni ki, o yayğınlaşandan sonra xəbərin düzgün və yaxud da düzgün olmadığı ortaya çıxacaqdır. Və bugünkü gənclər sosial şəbəkələrdən, xüsusilə Twitter olsun və yaxud da ki, Facebook olsun, sadəcə xəbər alma məqsədindən istifadə edəmirlər. Bilirsiniz, sosial şəbəkələrin insan həyatında həm müsbət, həm də ki, mənfi rolları daha çoxdur. Əslində, yaranma məqsədləri mənfi likləri artırsın deyə olmayıbdır. Yəni, yaranma məqsədi insanlar öz arzularını, istəklərini düzgün şəkildə dilə gətirsinlər və yaxud da uzaq yerlərdə olan dostları ilə və yaxud dostları daha düzgün şəkildə qursunlar. Amma təəssüflər olsun ki, bugün artıq həm sayt rəhbərləri, həm də ki, istifadəçilər bunu mənfi şəkildə daha çox istifadə edə bilirlər. Yəni, istər həm şəxsi həyatlarında, istər iş həyatlarında yanlış məlumatlar, dezinformasiyalar verərək diqqət çəkməyə bacarırlar artıq. Seyfur müəllim, gəlin belə bir məsələyə də aydınlıq gətirək. Yəni, sözsüz ki, sizin də yazılarınız olur. Hətta orada köşə yazıları və publisistik yazılar da paylaşırsınız. Yəni, sözsüz ki, mənbələriniz var, yəni çox güclü mənbələriniz var. İstər Naxçıvan daxilində, istərsə də Azərbaycandan olan müəyyən əsaslı mənbələrdən istifadə edib xəbərləri yayırsınız, paylaşırsınız. Baxın, marağın olduğunu biz bildik. Yəni ki, çox güclü maraq var. Münasibət necədir? Münasibəti isə sözsüz ki, istər qrupunuzda, istərsə də saytınızda yayılan xəbərlərə, kommentlərdə, yəni ki, şərhlərdə görə bilirik. Şərhlər necə olur xəbərlərdə? Şərhlər əsasən bir çox insanlar onu müsbət qarşılayır. Misal üçün, hər hansı bir yayılmış dezinformasiyanı təksib etmək üçün ən qəşəng vasitələrdən biridir. Oradakı şərhləri görməyimiz. Amma ki, belə bir şey də deyək də, elə Facebook üzərindən və yaxud da ki, digər sosial şəbəkələrdən ola bilər ki, saxta profillər mövcuddur. Onu bilmirik ki, biz bugün həmən profilin sahibi Azərbaycanlıdır, ermənidir, yəni onu bilmirik. Lakin güclü təbliğat apara bilər. Orada da əksinə təbliğat artıq gənclərimizdən asılıdır. Çünki burada yaşayan gənclərimiz onu görür. Mən bu günləri bir xəbəri paylaşıram və həmin xəbərə şərhlər olur təbii ki. Orada mənfi şərhlərə qarşılıq bizim gənclərimizin rolu böyükdür. Çünki onlar öz fikirlərini, doğruluğunu, burada yaşayan insanlar doğru fikirlərini bildirsələr, dezinformasiyanın yayılmasını da qarşısını almış ola bilərik. Həm də xəbər müəyyən mənada, yəni informasiya təksib edilmiş olur. Bir də ki, biz çalışırıq ki, əsasən Naxçıvanda olan elm xadimlərini də buna cəlb edək. Çünki onların yazıları, Naxçıvan barəsində apardıqları tarixi araşdırmalar hər zaman maraqlı olub. Şahnaz xanım, siz də təsdiqləyirsiniz ki, bugün belə deyək də, fobiya dövrümüzün bəlalarından biridir. Yəni, fobiya dediyimiz köhnə adı ilə desək və yaxud ki, el arasında qorxularımız. Baxın, məhz həmin qorxulardan biri də sosial fobiyadır. Yəni, sosial fobiyanın mahiyyəti ondan ibarətdir ki, Seyfur müəllim vurğuladı ki, hər hansısa bir informasiya, daha doğrusu dezinformasiya paylaşırlar. Yəni, göstərirlər ki, orada müəyyən problemlər var, gənclər problem yaşayır və yaxud da hansısa bir hadisə baş verdi. Bu xəbəri istinad ediləcəyi mənbə yoxdur və xəbəri yazan şəxs də məhz burada yaşamır və yaxud da ki, hadisə yerindən çox aralıdır. Ancaq gənclərimiz məhz buradadılar, bu prosesin içərisindədirlər və reallıqlarla tanışdılar. Ancaq şərh yazmağa gərək duymurlar, yəni ehtiyac duymurlar, reallıqları bilə-bilə. Bax, onlarda bu cür sosial fobiyanın yaranmasına səbəb nədir? Yəni, gəncin reallıqdan xəbəri var, amma bunu şərh etmir. Deməli, bunun iki səbəbi vardır ki, gənclər ya göstərilən sayta o qədər də əhəmiyyət vermirlər ki, nəsə şərh yazmağa tənəzzül eləmirlər və yaxud da ki, xəbər onlar üçün o qədər də maraqlı gəlmir.
Yəni real həyatda bilirlər ki, belə bir proses yoxdur. Yəqin ki, onu tək özü bilmir, onu çevrəsi də bildiyi üçün artıq sosial şəbəkədə kimin düşüncəsi, kimi maraqlandırır, kimi bir hissə qapılmırlar. Buna görə də şərh yazmağa üstünlük vermirlər. Qaldı ki, sosial fobiyanın yaranması, bilirsiniz, insan psixologiyasında çəkindiyi hər şeydən fobiya götürə bilər, yəni qorxu götürə bilər. Belə bir hal ola bilər. Hansısa bir şərhdən dolayı, misal üçün, bir gəncin başına bir hadisə gələ bilər, şərh yazıbdır. Bu, hansısa bir qaynağa istinadən yazmayıbdır, öz fikrini yazmaq istəyir və bu fikrə ucbatından o nəsə gəlir, hansısa bir hadisə ilə, pis bir hadisə ilə üzləşməli olur. Yəni, təqiblərə məruz qalır. Bunun üçün ola bilər ki, artıq nəsə bir şərh yazmaq həmin gənc üçün o qədər əhəmiyyətli olmur. Bilirsiniz, Şahnaz xanım, mən bir qədər məsələyə optimist yanaşmaq istəyirəm. Mən düşünürəm ki, burada gənclərimiz, Mehman müəllim, yəqin ki, siz də təsdiqləyirsiniz, şərh yazmamaqda əsas səbəbləri odur ki, bir məlumatsızlığı olur. Yəni, müəyyən mənada məlumat bazaları çox zəif olur. Və ən əsası fikirlərini ifadə edə bilmirlər. İfadə edə bilmirlər. Siz necə düşünürsünüz? Ola bilsin ki, biz yanılarıq. Yəni ki, bu mənim cəmiyyətdə yaşayan bir insan olaraq gəldiyim qənaətdir. Ancaq psixoloji aspektdə, yəni psixoloji səbəbləri nədir? Bunu sözsüz ki, siz daha yaxşı bilirsiniz. Ancaq sizcə də daha yaxşı olmazmı ki, reallığın içində olan bir insan hansısa bir reallıqdan kənar hadisəni təksib etsin əsaslarla, dəlillərlə ki, onun yaşamış olduğu mühit özlüyündə bir dəlildir. Bəzən olur ki, hansısa bir xəbərə şərh yazılır, yəni onu düzgün mənada işıqlandırmaq istəyirlər və 2 dəqiqə keçməmiş baxırsan ki, artıq saytda sənin şərhin yoxdur. Çox yəni ki, güclü bir bu iddiamdır. saytın rəhbərindən də asılıdır. Elə bir şərait yaratmalıdır ki, artıq Diskussiya mövcud olsun orada. mövcudlu olsun. Olurmu elə bir məsələlər Mehman müəllim? Yəni Şahnaz xanım müəyyən mənada bir qədər iddialı danışdı. Bilirsiniz müəllim, deməli, ümumiyyətlə sosial şəbəkələr elə bir məkandır ki, burada klaviatura arxasında, kompüter arxasında oturan şəxs özünü müstəqil hiss edir və öz fikirləri ifadə etməyə çalışır. Bəzən də olur ki, bu fikirləri aqressiv formada çatdırır. Deyək ki, biz məsələn qrupun adminiyik. Bəzən qruplarda elə məlumatlar paylaşırlar ki, elə rəylər bildirirlər ki, biz onu saxlaya bilmirik. Yəni, aqressiv, baxırsan, qərəzli, belə məlumatları bəzən olur. Bəzən hətta vulqar ifadələrdən, sözlərdən də istifadə onları edilir. çalışır ki, çünki qrupun profilinə asılı olur. Amma elə qruplar var ki, bəli, məsələn, orada kim nə istəyir, rəy bildirir, kim nə istəyir paylaşır, hətta etikaya uyğun gəlməyən şeylər paylaşırlar, ora diqqət olunmur. Amma bizim qruplarda, yəni Naxçıvan gəncləri qrupunda və Naxçıvan xəbərləri qrupunda çalışırıq ki, gənclərimiz sərbəst olsunlar. Amma mən bir məsələnin üstündə daha çox dayanmaq istəyirəm ki, qruplarda aktivlik bəzən bizə elə gəlir ki, aktivlik yoxdur, amma əslində elə deyil. Hansı məsələnin qoyulmasından daha çox asılıdır. Məsələn, biz demək olar ki, hər gün, deyək ki, axşam çağları istənilən bir mövzuda, bugünümüzün aktual olan bir mövzuda biz status paylaşırıq və bunun ətrafında çoxlu gənclər rəylərini bildirirlər. Baxırıq ki, qrupu aktivləşdirmək üçün, qrupu aktiv hala gətirmək üçün qrup adminləri də fəal olması lazımdır ki, orada müəyyən elə məsələlər toxunmalıdır ki, məsələn, baxan gənc üstündən keçməsin, sadəcə baxmanı keçməsin, rəy bildirsin, reaksiya versin, bəli, bunun doğru, səhv olduğuna, yəni öz münasibətini bildirsin. Buna görə də əsas məsələ orada qrup adminləri üstünə düşür ki, yəni qrup adminləri hansı məsələni paylaşmalıdır ki, hansı məsələ diqqəti cəlb eləməlidir ki, cəmiyyət buna reaksiya verə bilsin. Yəni cəmiyyətin, belə deyək, diqqətini cəlb edə bilsin ki, bugünkü hadisələrlə bağlı. Bizim kimi saytlar çalışırıq ki, obyektiv formada informasiyanı çatdıraq ki, bizə istinad eləsinlər. Və bizim üstünlüyümüz oradadır ki, Naxçıvan xəbərləri saytının üstünlüyü oradadır ki, Azərbaycanda fəaliyyət göstərən tək sayt bizimkidir ki, adında sırf bu bölgənin adı əks olunmuşdur. Yəni, bütün saytlarda Naxçıvan haqqında məlumat gedə bilər. Amma Naxçıvan xəbərləri saytı sırf bu bölgədə fəaliyyət göstərdiyi üçün, belə deyək, üstünlüyü bundadır. Seyfur müəllim, hazırda yəni ki, saytla bağlı hansı işlər görülür ümumiyyətlə? Bir də sözsüz ki, Mehman müəllim də çıxışında vurğuladı ki, biz daha məqsədimizə çatmamışıq və məqsədimizə çatmaq yolunda ilərləyirik. Ümumiyyətlə, yəni qarşıdakı, belə deyək də, aylarda, ümumiyyətlə zaman kəsimində hansı işlər görməyi planlaşdırırsınız? Biz əsas olaraq saytın əsasən istifadəçi sayını çoxaltmağa cəhd göstərir. Bir də ki, saytın istifadəçi sayını çoxaltmaq üçün əsas olan mənbəyi, əsasən xəbəri qaynağından almaq bizim üçün daha maraqlıdır. Amma hazırda bir çox jurnalistimizin olmamağı
Bu bizə bir mənfi təsir göstərir. Biz məcbur qalırıq ki, xəbəri müxtəlif agentliklərdən götürək. İnanıram ki, yaxın zamanda bu problemimizi həll eləsək, saytımız, belə deyək, regionun ən reytinqli saytlarından birinə çevrilə bilər. Mehman müəllim, təsisçi olaraq siz saytınızda daha hansı işləri görməyi planlaşdırırsınız? Ümumiyyətlə, necə etsəniz, sayt öz, belə deyək, məqsədinə çatar, ümumiyyətlə, daha çox IP qazanar, daha çox tanınır. Məqsəd odur ki, Naxçıvanda baş verən hadisələri, Naxçıvanda gerçəkləşdirilən bütün bu tədbirləri, icra olan tədbirləri hamısını vaxtında obyektiv surətdə çatdırmaq. Və gələcəkdə bizim saytımızı xəbər agentliyinə çevirmək. Şahnaz xanım, artıq verilişimizin sonuna doğru gəlib çatdıq. İstərdik ki, bir psixoloq olaraq siz də informasiya mənbələrindən, daha doğrusu internet xəbər portallarından, sosial şəbəkələrdən istifadə edib məlumat alan şəxslərə öz məsləhətlərinizi, tövsiyələrinizi verəsiniz ki, məhz onlar informasiya aldıqları zaman nələrə fikir versinlər və nə etsinlər ki, belə deyək, psixoloji təsirə düşməsinlər. Təbii ki, hər kəs internetdən hansısa bir informasiyanı əldə etmək üçün istifadə edir. Sadəcə əldə edə biləcəyi məlumata yönümlü olsun. Yəni, bəzən olur, linkə üstünə gəlirsən, başqa bir xəbərlə rastlaşırsan. Bu cür xəbər portallarından özlərini istəkli şəkildə uzaqlaşdıra bilərlər və şuuraltına təsir eləməyəcək, yəni mənfi şəkildə təsir eləməyəcək xəbərlərdən özlərini uzaq tutsunlar. Günün xəbərlərini istər saytlardan, istər televizordan, istər radiodan istədikləri şəkildə əldə edə bilərlər. Sadəcə xəbərləri əldə edərkən çalışılmalıdır ki, bu xəbərlər dezinformasiyalar olmasın. Çünki bizim özümüz də bir informasiya daşıyıcısı rolunu oynayırıq. Əgər biz özümüz bir dezinformasiyanı əldə elədiksə və bunun doğruluğunu heç maraqlanmadan 3-5 adama da yayırıqsa, demək ki, dezinformasiyanın bir daşıyıcısı da biz oluruq. Yəni, əldə edəcəyimiz xəbərlərə doğruluğuna diqqət eləməli və bayaqki sualı bu şəkildə də cavablandırmaq istəyərəm ki, sayt rəhbərləri çalışsınlar, şərhləri silməsinlər. Çünki bəzən xəbərdən çox şərhə yazılanları oxumaq ilə də istifadəçisi kifayətlənə bilir. Bəli, təfərrüat yaranır. Çünki hər sayt haqqında hər halda ki, müsbət fikir olduğu qədər mənfi fikir də mövcuddur. Yəni, mənfi fikirləri silib də müsbət fikirlər olunanda artıq o sayt haqqında bəzən fərqli düşüncələrə də qapılmış oluruq ki, yəni heç kəsin mənfi iradə olmayıb ki, mənfi irad bildirilsin. Mütləq hər bir işin müsbət tərəfi tərəfləndiyi kimi mənfi şəkildə iradlar da bildirilir. Yəni, bu mənfi istər müsbət şərhləri təfərrüatda bizə maraqlı gəlir. Bu məqamda Mehman müəllimə söz haqqı yaranır. Ancaq Mehman müəllim, nəzərinizə çatdırım ki, artıq verilişin tamamlanmasına çox az zaman qaldı. Buyurun, dinləyək fikirlərinizi. Mən burada istərdim sizdən, sizin efir vasitəsilə istərdim gənclərimizə müraciət edəyəm. Aktiv olsunlar. Əsasən Naxçıvanda fəaliyyət göstərən gənclərimiz Naxçıvan gəncləri qrupunda, Naxçıvan xəbərləri qrupunda aktiv olsunlar. Gənclərin bugünkü ən problemli məsələdən biri sosial şəbəkələrdir və gəncləri daha çox aktivliyə cəlb etmək lazımdır. Bəli, mən də sonda eləməz verilişimizin sonunda sizin hər birinizə ayrı-ayrılıqda dərin təşəkkür və minnətdarlığımı bildirirəm ki, studiyamıza gəldiniz, müəyyən məlumatları bizim və dəyərli izləyicilərimizin nəzərinə çatdırdınız. Dəyərli izləyicilərimiz, Zaman və Cəmiyyət verilişinin növbəti buraxılışında sizinlə yenidən görüşmə ümidi ilə ayrılırıq. Lakin ayrılmadan öncə bir daha nəzərinizə çatdırım ki, çalışın müəyyən mənada cəmiyyətdə öz maraq və dəyərlərinizi qoruya bilin. Çalışın aktivliyinizi itirməyin. Çünki müəyyən mənada pasiv həyat sürməklə və müəyyən hadisələrə müdaxilə etməməklə, fikir bildirməməklə özlüyündə düşmənin dəyirmanına su tökmüş olursunuz. Çalışaq özümüzü, dəyər verdiklərimizi və bizim sahib olduqlarımız hər bir şeyi qoruyaq. Növbəti verilişdə görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.